Hər vaxt xeyir olsun, dəyərli izləyicilər. Ümid edirəm, hər biriniz yaxşısınız. Dünən alış əməliyyatlarının Qızılda mükəmməl nəticələri oldu və həm bütün kanallarda, siqnal kanallarında bütün treyderlər alış əməliyyatlarından müsbət nəticə əldə etdilər. Dünən biz nələr etdik? Dünən bütün buy əməliyyatlarından, istər Qızıldan, istər Gümüşdən, istər Bitcoin'dan əla nəticələr əldə etdik. Sonda gecə vaxtı yenə ən kiçik lotla, yəni böyük gəlirlər əldə edəndən sonra ən kiçik lotlarla alışlar verdi. Təbii ki, hər biri gəlirlə nəticələndi. Qızılda da gəlir var, 2 dənə açmışıq, Qızılda da gəlir olub, bağlamamışıq. Gümüşdə də gəlir olub, kifayət qədər, onu da bağlamamışıq. Bitcoin'də də baxın, take profit qoymamışıq, qəşəng gəlirlər. Baxmayaraq 0,1-dir, belə bir böyük bir deyək ki, ziyan yoxdur. Yəni ümumi olaraq $100, $150, yəni ziyan var. Yəni o belə bir şey, böyük bir faciə deyil. Bu gün satış əməliyyatları, siqnalları paylaşmışıq. Sell stop açılmayıb hələ. Baxın, deməli 4050-dən qızıl dəyəri açılmayıb. $10 bir take profit təyin eləmişik. Eyni zamanda demək Gümüşdə də sell stop təyin eləmişik. Belə bir hələ gəlib yaxınlaşmayıb. Yaxınlaşsa təbii ki, atsa gəlir olan kimi sığortalamaq lazımdır. Dünən biz nə etdik? Yəni dünən əsas məsələ dünən biz nələr etdik? Gəlin baxaq görək dünən bizim əməliyyatlarımız nə olub? Dün ayın 30-u idi və dünənki əməliyyatlara diqqətlə baxın. Baxın burada bütün əməliyyatları bağladıq. Əsas olan yəni $12125-dır. Bugün heç bir əməliyyat, yəni istirahətlə bağlı, yəni bildiyiniz kimi görürsünüz, siqnalları da gec paylaşırıq. Bugün heç bir əməliyyatı bağlamamışıq. Heç bir əməliyyat da deyək ki, yəni gəlirə gələn olub. Bitcoin-ə gəlində səhər-səhər. Sadəcə olaraq yəni biz baxmamışıq istirahətlə bağlı. Ona görə əhəmiyyət vermədik. Yəni çünki çox kiçiyini açmışdıq axşam. Gəlirlər oldu, yəni onu bağlamalı, take profit də qoymadıq. Amma əsas belə deyək də, əsas bizim gəlirlərimiz, yəni dünən idi əsas gəlirlərimiz. Yəni bütün əməliyyatları bağladıq biz dünən. Baxın, hətta burada 2 dənə 116 və $41 ziyanla bağladıq ki, bütün əməliyyat tamamlandı. Sonda $12125 $69 sentdən gəlirlə bağladıq. Sadəcə olaraq, yəni eksperiment üçün açıq qalsın deyənə, bunlar gəlir, əslində bu gəlirləri gördük biz. Bu gəlirləri gördük axşam saatlarında. Bağlamadıq. Sadəcə eksperiment üçün baxa görə nələr olur. Amma əslində səhər saatlarında oyaq olsaydıq, yəni satış əməliyyatlarına üstünlük verərdik. Amma yəni istirahətdir deyənə ona görə əhəmiyyət vermədik. Yəni 2 saatdan sonra bazar aktiv olacaq və ona uyğun biz hərəkət edərik. Gəlin, bugün nələr baş verəcək? Yəni, qızılda bildiyiniz kimi, buy siqnalımız buradadır. Buy stopumuz. Deməli, gümüşdə 58-350-lərdədir. Buy stop, sell stopda da buradadır. Sell stopda biz siqnal kanalında yazmışıq. Qızılda da buy stoplarımız çox yuxarıdadır. Biraz aşağı salarıq onu. Buy stopu çəkərik aşağı. Aradasa buy stopu gətirdi 4069-a, 4070-ə gətirdi. Açılsa take profit. Yəni bundan da çox gələ bilər aşağı uşaqlar. Yəni $10 yox, deyək ki $20 da gələ bilər. Amma eyni zamanda yay qısa gəlirlə əldə edək və dincəl prinsipi ilə take profitləri yaxın qoyduq. Bitcoin'da da bizdə səhər saatlarına bir dənə alış vermişik. Eyni zamanda gümüşdə də aşağıda alış vermişik. Buy stopda qoymuşuq. Qızılda da yenə bu nöqtələrdə bu buy stoplar da bunlar buylardır. Ki vermişik ki, kiçik lotlarla baxaq görək nələr olur. Gümüşdə də sell açılsa daha çox gələ bilər. Yəni 57-lərə qədər gəlmə ehtimalı var. Amma qiymət 58-350-lərdən 400-lərdən yuxarı formalaşsa, yuxarı doğru istiqamətlə davam etdirəcək.
Bitcoin-da da biz ilkin olaraq, yəni take profit bura qoyaq. 0.1-dir, belə bir gəlir olmayacaq. 3 dollar 70 sent. Yəni gördüyünüz kimi, yəni bizim açdığımız əməliyyatlar, gəlirlərimiz bizdə yüksək gəlirlərlə biz bağladıq. Sadəcə olaraq əməliyyatın gedişatına baxmaq üçün biz ən kiçik lotlarla verirdik ki, baxa görə nə olur. Yəni ümumi istiqamət nə olur. Neftə gəldikdə isə, neft səhər saatlarında məncə buy əməliyyatlarımız açılıb. Mən açmamışam neftə. Paylaşmışdım neftə 80, 86, indi baxacam, görək biz hansı qiymətdə. Siqnal kanalında olanlar artıq bilir, hansı nöqtələrdə biz alış əməliyyatları açmışıq. Deməli, neftdə 86 buy, 86-65-dədir. 65-də olub 86-65-də demək olar ki, qiymət kifayət qədər qalxıb yuxarı. Deməli, 1 dollar qalxıb yuxarı. Yəni, bu da 1 lotdan 1000 dollar edir. Ümumi istiqamət hansıdır, hara qədər gedər? Yəni, ümumi istiqamət biz bir də baxaq. Ümumi istiqamətlə biz müəyyən edək, hansı istiqamətdə doğru hərəkət edir. Yəni, təbii ki, dönüş hədəfi olaraq 88-lərdir. 88-lərə fokuslanıb. Onun dönüş nöqtəsidir. Yəni, buradan yuxarı formalasa, yenidən qalxacaq 88-lər. Belə, funtun dollar rəqabəti biz dünən hədəfləri müəyyən etmişdik və həmin hədəflər çatdı. Növbəti hədəflər 1.35-200-lərdir. Təbii ki, 1.34-760-lardan yuxarı formalaşarsa, gedəcək yuxarı. Demək, Evroda da hədəf olaraq 1.15-200-ləri hədəflənmişdik. Həmin nöqtələr oldu. Növbəti hədəf isə, demək, 1.15-800-lərdir. Bunu yaddan çıxartmayın. Yəni, baxaq, yenə qızıla baxaq. Qızıl, demək, bu nöqtədə gəzir, hərəkət edir. Yəni, gəlin belə deyək, istəyirsiniz tez bir gəlir götürsün deyənə, çox yaxın bir take profit qoyaq. Gümüşdə eləmək olmur onu. Nə üçün? Çünki gümüşdə spread böyükdür, çox böyükdür. Gümüşdə həm gəlirdə böyükdür, spreadə də böyükdür. Burada Bitcoin-də də hələ ki gəlir yoxdur. Demək, belə uşaqlar, yəni dünən açdığımız bütün əməliyyatlar, siqnallar mükəmməl nəticə verdi. Yəni düzdür, biz digər qruplarda, yəni 300 manatlıq və 500 manatlıq qruplarda 2-dən 3-dən paylaşırıqsa, SIP-də daha çox paylaşırıq. Məsələn, 10 dənə, 15 dənə belə. Belə, bir də xoş istirahətlər. Axşam saatlarında canlı yayımda, yəni inşallah Bakıda olacam. Canlı yayımda çalışaram ki, sizə çempionatın qaliblərini təqdim edim. Hələlik sağ olun, görüşmək ümidi ilə.